Yəni söhbəti ortaya qısa qoyuram. To put it briefly. Sonra bir də gedək. Buyurun. To begin with, at first. Nə? At first. Secondly. Thirdly. At last. Finally. At last deyək, yoxsa at last. At last. Finally. In addition. In addition olmasın. Addish. Yəni ədalətin ədişi olmasın, okay? In addition. In the end. In the end. Eventually. We can also say to put it briefly. Bax, bu sözlər, bu cümlələrin hamısı, cümlə deyənəkdə bunlar bu əlaqələndirici söz deyirlər bunlara. Əslində söz deyil, ifadələrdir və yaxud da qısa fikirlərdir. Bunlar əmr cümləsində ola bilməz. Niyə? Əmr cümləsində nəqli fikir yoxdur da. Əmr cümləsi birbaşa feilin önündə gəlməsidir. Bir nəfərin xatirinə izah edirəm bunları. Əmr cümləsi necə qurulur? Listen. Gəncəlidirlər, İngilizlər. Gəlirsiniz, gedirsiniz. Listen. Ümumiyyətlə, stı keçidində stı. Often, listen. Bunlarda heç vaxt tı oxunmur. Listen, often. Düzdür, Britaniyanın elə bölgəsi var, orada often deyən də var. Often, I often go deyən var. Essexdə tərəflər deyirlər ya. Amma biz klasik olaraq kitabda yazıldığı kimi deyəcəyik, often. Often listen. Okay, listen to me. Əmr cümləsini düzdür. Bu nəqli cümlədən nə ilə seçilir? Nəqli cümlənin icraçısı önündə gəlir. You listen to me. Sən məni dinləyirsən. Məsələn, əmr cümləsini sən hətta Azərbaycanda düşüb desən ki, you listen to me. Onların dilində əmr alınmır o. Əmr cümləsində öndə şəxs əvəzliyi heç vaxt olmaz. Tamam mı? Belə ola bilər, bax. You listen to me. Bu başqa şeydir. Amma you listen to me olmaz. Bu nəqli fikirdir. Tamam? Nəqli fikir nə deməkdir? O bir şey. Mən bilmirəm burada şeydə, mən ovucumu inəməmişəm kimə